Sizcə ən böyük nemət nədir? Yaxşı iş, ailə, valideyn, yaxşı dost, yaxşı pul, bunların hansı? Sağlamlıq, bəli, bunların hamısı gözəl nemətlərdir, amma ən böyük nemət bunların heç biri deyil. Nə sağlamlıq, nə pul, nə ailə, nə iş, nə valideyn, nə dost. Bəs ən vacib, ən böyük nemət nədir? Nemətlərə diqqət ayırmaq, fərqində olmaq. Ola bilər bir insanın çox gözəl işi var, amma bunun fərqində deyil. Naşükürlük edir, həyatından narazıdır, qədrini bilmir. Ola bilər bir insanın gözəl ailəsi var, dostu var, valideynləri var, amma bunun qədrini bilmir, fərqində deyil, narazıdır, naşükürdür. Şükür etmək bəlkə də elə budur, fərqində olmaq. Bilmirəm, hayanla tapdı ömrümü, bir dəli at kimi çapdı ömrümü, dağlara, daşlara çırpdı ömrümü, qədrimi bilmədi bu adam mənim, ilahi al məni bunun əlindən. Bəzən insan bu halda olur. İnsan şükür etməlidir, yəni fərqində olmalıdır. İnsanlar tanıyıram ki, hər şeyi var Bakı şəhərində. Böyük maliyyə imkanları da var, amma özlərini bədbəxt hiss edirlər. Xoşbəxt deyirlər, həyatlarından həzz almırlar. Öz gözümü şahidiyəm. Niyə? Çünki fərqində deyirlər. Çünki nemətin fərqində deyirlər. Ona görə həyatlarından həzz almırlar. Əzizim, əlimizdə nə varsa, onun qədrini bilək, onun fərqində olaq. Onda həyatdan həzz ala biləcəyik, onda xoşbəxt ola biləcəyik. Bəli, inkişaf vacibdir, zirvəyə çatmaq vacibdir, amma zirvəyə gedən yolda hansı pilləyə çatmışıqsa, bax o pillədə dayanaq, nəfəs alaq və həyatın həzzini duyaq.